Davam eləyək ismin hal kateqoriyasından, ismin hallanmasından belə toparlayaq. İsmin hallanması, ümumiyyətlə hallanma nədir? İsim cümlədə müəyyən bir söz cümlə daxilində dəyişikliyə uğrayır. Yəni qrammatik şəkilçilər qəbul edir. Biz buna hallanma deyirik. Ən sadə yolla izah edirəm. İsmin 6 əsas halı var. 6 halı var. Adlıq, yiyəlik, yönlük, təhsilli, yerlik və çıxışlıq hallar. 6 dənə. Adlıq hal. Adlıq hal kim, nə, bəzən də hara suallarından birinə cavab verəcək. Adlıq halın deyirik ki, özünə məxsus xüsusi şəkilçisi yoxdur. Amma, məsələn, indi adlıq hallı söz yazaq. Məsəl üçün yazaq kitab, məsəl üçün yazaq qələm, məsəl üçün yazaq ana, ata və s. və s. Bu sözlərdə biz görürük ki, şəkilçisi yoxdur da, düzdürmü? Kökdən ibarətdir. Məsəl üçün götürək ana sözünü. Bir kökdən ibarətdir. Ana. Niyə yaxşı yazmadı? Aha, ana. Amma heç də o demək deyildir ki, mən adlıq halda şəkilçi axtarmamalıyam. Axtarmalıyam nələri? Cəm, mənsubiyyət və xəbərlik şəkilçilərini görsəm, həmin şəkilçili sözləri də adlıq halda götürməliyəm. Məsəl üçün, analar. Ana tək halda adlıq haldadır, düzdürmü? Cəm kateqoriyasını nə yaradırdı? Lar, lər şəkilçisi. Həmçinin mənsubiyyət şəkilçisi artıra bilərəm. Məsəl üçün, artırım birinci şəxsin təki. Birinci şəxsin təki nədir? Mənim anam. Düzdürmü? Mənsubiyyətdə işlətdim. Cəmdə işlədək, bizim anamız. Yəni, mənsubiyyət kateqoriyalı söz də, şəkilçi də adlıq halda hesab olunacaq. Həmçinin xəbərlik kateqoriyası. Xəbərlik kateqoriyasını ayrıca izah edəcəm deyə, burada yazıb sizin beyninizi qarışdırmaq istəmirəm. Xəbərlik kateqoriyasını. Daha sonra, adlıq hallı söz birbaşa olaraq təsriflənən feillə əlaqəyə girə bilir. Təsriflənən feillə əlaqəyə girə bilir. Məsəl üçün, anam gəldi. Təsriflənən feillər nə idi? Şəxsə və kəmiyyətə görə dəyişən feillər idi. Təsriflənən feillər. Nə etdi, gəldi? Kim? Anam. Bu qədər. Adlıq hallı söz müstəqil şəkildə cümlədə zərflik və tamamlıq kimi işlənə bilmir. İşlənə bilmir. Amma qoşma ilə işlənə bilir deyə cümlə daxilində onları bərpa edə bilərik. Məsəl üçün, anam üçün kitab aldım. Burada tamamlıq vəzifəsində işlənib. O, atam kimi bacarıqlıdır. Burada da deməli işlənib zərflik kimi. Belə. Yəni, qoşmalarla işlənəndə cümlə daxilində onu zərflik kimi də, tamamlıq kimi də görə bilərik. Bu qədər. Adlıq hallı söz başqa cümlələrdə nə yerində işlənə bilər? Adlıq hallı söz cümlədə xitab vəzifəsinə çıxış edə bilər. Məsəl üçün, dostlar, salamat qalın. Bax, burada dostlar xitabıdır. Özündən sonra xitab nə ilə ayrılır? Vergüllə ayrılır, yəni müraciət bildirir. Daha sonra, şəhərə asfalt yol çəkildi. Bax, burada asfalt sözü hansı məqamda işlənib? Təyin vəzifəsində işlənib. Düzdürmü? Yol, hansı yol? Asfalt yol. Asfalt sözü, dostlar sözü burada xitab kimi işlənəndə, burada təyin kimi işlənib. Digər nümunələrdə fikir verə bilərik. Kənd çox deməli qaranlıqdır. O yeni şagirddir, nə bilim təzə şagirddir və s. Burada xəbər kimi işlənib. Kənd burada da nə kimi işlənib? Mübtəda kimi işlənib. Kənd şagirddir, dostlar xitab şəklində dedik, təyin kimi işlənə bilir, mübtəda kimi işlənə bilir və xəbər, ismi xəbər kimi burada biz işlənmə məqamını gördük. Deməli, xəbər kimi də neynədir? İşlənə bildim. Adlıq haldan yenə də deyirəm, ümumiləşdirirəm. Adlıq halın xüsusi şəkilçisi yoxdur, amma heç də o demək deyildir ki, şəkilçi artıra bilmirəm. Artırıram nələri? Cəm, mənsubiyyət və xəbərlik kateqoriyalarının şəkilçiləri harada varsa, həmin söz adlıq hallı sözdür. Adlıq hallı söz birbaşa olaraq təsriflənən feillə əlaqəyə girə bilir. Cümlədə müstəqil şəkildə tamamlıq və zərflik ola bilmir. Yalnız qoşmalarla, qoşma ilə birgə çıxış edə bilir həmin vəzifələrdə. Həmçinin cümlədə xitab kimi işlənə bilər, təyin kimi işlənə bilər, mübtəda kimi və xəbər kimi də işlənə bilir. Adlıq hal bitdi. Keçid alaq, deməli, yiyəlik hala. Yiyəlik hal özlüyündə iki əsas qrupa bölünəcək. Müəyyən yiyəlik hal var və var qeyri-müəyyən yiyəlik hal. Müəyyən yiyəlik hal ın, in, un, ün
şəkilçisi ilə düzəlir. Təbii ki, burada sözün saitlə yaxud da samitlə bitib bitməməyindən asılıdır bəzi şeylər. Biz bunu fonetikadan bilirik. Kimin, nəyin, haranın suallarından birinə cavab verir? Müəyyən yəlik hal. Yəni müəyyən yəlik halda yəlik hala mənsub olan kateqoriyalar, şəkli kateqoriyalar biz görürük. Məsəl üçün, kitabın üzü, bax, və müəyyən yəlik halın bir işlənmə məqamı var. O, müəyyən yəlik hal özündən sonra mənsubiyyət şəkilçili söz qəbul eləməlidir. Üz nəyə mənsubdur? Üz kitaba mənsubdur, düzdürmü? Kitabın üzü. Üz nəyə mənsubdur? Kitab. Üzün yəsi kimdir? Üz nəyə mənsubdur? Kitaba. Üzün yəsi kimdir? Kitab. Düzdürmü? Kitabın üzü. İsmi birləşmənin deməli tərkibində işlənəcək bir işlənmə məqamı var. Bu yəlik halda biz buna fikir verək. Bu cümləyə testdə düşə bilən cümlədir. Yaxud da həmin sözü biz başqa versiyada görə bilərik. Məsəl üçün bizə verilə bilər ki, kitab üzü cırıldı. Yaxud da elə desin kitab üzü. Burada da olacaq, nə sualına cavab verirsə, olacaq qeyri-müəyyən yəlik hal. Kitab üzü. Əslində bu nəyin üzüdür? Kitabın üzüdür, düzdürmü? Asanlıqla mən qeyri-müəyyən yəlik haldakı sözü əksəriyyət etibarı ilə hamısı yox, bərpa edə bilirəm nəyə? Müəyyən yəlik hala. Amma bərpa eləsəm belə, mənə o yazıda verildiyi kimi onu soruşsa, bu artıq olur qeyri-müəyyən yəlik hal. Mən onu da kitabın üzü şəklində bərpa eləmişəm, çevirmişəm müəyyən yəlik hala. O müəyyən yəlik hal olmayacaq artıq. Orijinal versiyada nə verilibsə odur. Yaxud da, məsəl üçün desək ki, suyun üzü, eşidirəm, burada hansıdır? Müəyyəndir, qeyri-müəyyəndir. Burada müəyyəndir, çünki şəkilçi vasitəsilə düzəlib. Amma desəm ki, su üzü, əslində bu yenə nədir? Suyun üzüdür. Amma şəkilçi ilə işlətməyib deyə, verməyib deyə, mən onun nə olsun ki, şəkilçi artıra bilirəm ona. Heç bir aidiyyatı yoxdur. Bu yenə olacaq nə? Qeyri-müəyyən yəlik hal. Bu qədər. Yəni, qeyri-müəyyən yəlik hallı sözü biz asanlıqla bərpa eləyib çevirə bilirik müəyyən yəlik hala. İstisnalar var. Ölkədir, rayondur, yer müəyyən o adlar bildirən sözlər var. Məsəl üçün, burada yazmışıq Bakı şəhəri. Əslində bu nədir? Bakının şəhəridir, düzdürmü? Çevirə bilirəm müəyyən yəlik hala. Bakı şəhəridir, düzdürmü? Bu hansı deməli haldadır? Qeyri-müəyyən yəlik haldadır. Bakının şəhəri deyə bilirəm. Amma nə olsun deyə bilirəm? İlkin versiyada nədir bu? Bakı şəhəridir. Deməli, qeyri-müəyyən yəlik haldadır. Vəssalam. Sabir üslubu. Sabirin üslubu şəkildə də deyə bilirəm. Bunu da elə bir istisnalıq şəkildə yazmışıq bura. Yaxud da, məsəl üçün, orada belə bir sözlər var. Bu sözə fikir verək biz. Azadlıq meydanı. Azadlığın meydanıdır bu, düzdür. Belədirmi əslində? Bunu mən nitqimdə bərpa edə bilirəm, düzdürmü? Yazıda götürüb azadlığın meydanı şəklində yazmayacağam ki, düzdür? Deməli, nə olacaq? Qeyri-müəyyən yəlik hal. Bu istisnaları da və s. nümunələri də verdi. Belə bir işlənmə məqamı var. Yazmışam ikinci nöqtənin söz birləşməsində. Bunu bayaq əslində biz dedik. Ona görə silirəm. Adlı xalla müqayisə eləyək kitab sözü. Məsəl üçün, desəm ki, kitab aldım. İndi kitab aldım olmasın, elə kitab sözü olsun. Çünki indi təhsili halada oxşarlıq var. Ona görə çox qarışdırmayaq. Bir də deyirik ki, kitabın üzü. Birinci verilən söz adlı haldadır. Şəkilçi ilə işlənibsə, yaxud da heç işlənməyibsə, mən onu asanlıqla cümlədə məntiqlə bərpa eləyə bilirəmsə, olacaq nə? Müəyyən yəlik hal. Bu qədər. Çox güman ki, başa düşdük. Tülkü toyuq balalarını daşıyırdı. Belə bir kitablarda bəzi bir-iki sözlər var. Biz çalışaq onlara da fikir verək. Tülkü nəyi daşıyırdı? Toyuğun balalarını daşıyırdı da, düzdürmü? Toyuq sözü burada adlı xal yox. Əslində nədir? Toyuğun balalarıdır, düzdürmü? Toyuğun balalarıdır. Yəlik haldadır. Həmçinin biz burada mənsubiyyət şəkilçisini də görürük. Biz nə dedik?
Biz dedik ki, gəli çal özündən sonra hökmən mənsubiyyət şəkilçili sözlə birlikdə işlənməlidir. Məsəl üçün, şkafın üstü. Bax, burada mənsubiyyət şəkilçisi var. Aydındırmı? Bu da gəli çala mənsub olan şəkilçidir. Hökmən gəli çal tək işləmir. Özündən sonra bir mənsubiyyət şəkilçili söz tələb etməlidir. Mən və biz deməli, əvəzlikləri gəli çalda in yox, im qəbul eləyəcək. Bir dənə bunlara da fikir verək. Yəni ki, məsəl üçün, nə olsun? Mənim dəftərim, bizim anamız və s. Mənim atam olsun. Aha, belə. Mənim, bizim deyil də artıq. Yəni, bəlli məsələdir ki, bu səsləşməyə görə im şəkilçisini qəbul eləyəcək. Bu istisnalara fikir verək. Testlərə bu daha çox düşür. Müəyyən gəli çal qeyd etmişəm ki, təsniflənən feillə əlaqəyə deməli girə bilmir. Məsəl üçün, sənin gəldi, biz bu şəkildə işlədə bilmirik. Amma qoşmalarla birlikdə işlədə bilirik. Məsəl üçün, sənin üçün gəldi. Müəyyən gəli çaldı. Bu şəkildə. Amma qeyri-müəyyən, amma təsniflənməyən feillərlə müəyyən gəli çal. Deməli, dedim ki, müəyyən gəli çal təsniflənən feillərlə birbaşa olaraq işlənə bilmir. Amma təsniflənməyən feillərlə işlənə bilir. Müəyyən gəli çal. Sənin oxumağın, bizim yazdığımız və s. Bunlara da biz çalışaq fikir verək. Sonra ən çox mən elə məqamları seçirəm ki, yəni onlar bizə lazımlı olsun. Burada bir dənə də təyinlik məsələsi var. Deyir ki, bizim kitab səndədir. Bu, bizim, sizin, ümumiyyətlə, bizimi götürək, laf indi bizim yazmışıq da, özündən sonra mənsubiyyət şəkilçisi tələb edir də, düzdürmü, yəli çal. Özündən sonra, yəni bu bizimdən sonra əslində olmalıydı, bizim kitabımız olmalıydı. Əgər deyir sözdə, cümlə daxilində, cümlədə, yəli çaldan sonra gələn söz mənsubiyyət şəkilçisiz işlənibsə, həmin o təyin vəzifəsində çıxış eləyəcək. Səndədir, nə? Kitab. Hansı kitab? Bizim kitab. Yəni, belə məqamlara da çalışaq, fikir verək. İndi keçək, digər hallardan danışaq. Haqqında danışaq, yönlük haldan. Birinci, baxaq yönlük hala. Yönlük hal kimə, nəyə, haraya suallarından birinə cavab verəcək? A, ə şəkilçisi, yaxud da ya şəkilçisi ilə işlənəcək. Orada təbii ki, biz iştiricinin rolunu görürük. Birbaşa olaraq, deməli, əsasən feili xəbərlə əlaqəli olur. Nə etdi? Getdi evə. Evə getdi. Baxın, A, ə şəkilçisi. Evə getdi. Əsasən feili xəbərə aid olur. Amma məsəl üçün, desək ki, sənə borcluyam, nə bilim, uğurlarımı sənə borcluyam və s. Bu tipli cümlələrdə isə nə ilə bağlıdır? Deməli, ismi xəbərlə bağlı olacaq. Burada feili xəbərlə, burada ismi xəbərlə, bu niyə yazmadı? İsmi xəbərlə bağlı olacaq. Əsasən feili xəbərlə, bəzi hallarda da ismi xəbərlərə də aid ola bilir. Deməli, kimə nəyə suallarına cavab versə, vasitəli tamamlıq şəklində biz onu görürük. Baxın, kitaba baxacaq. Yer zərfliyi də ola bilir. Sən məktəbə gedəcəksən. Məktəbə. Baxın, rahat sözlərdir də. Kitab sözünə, məktəb sözünə yaxud da A, ə şəkilçisini əlavə eləyib yönlük hal yaradıram. Yönlük hal nə idi? Yön, istiqamət bildirən sözlərdir. Yön, istiqamət bildirir. Əsasən dedik ki, feili xəbərə aid olur. Bəzi hallarda ismi xəbərlə də işlənə bilir. Kimə nəyə suallarına cavab versə, deməli, cümlədə vasitəli tamamlıq şəklində, vasitəli tamamlıqla əlaqəlidir. Yer zərfliyi ilə də bəzən əlaqədə ola bilir. Sən məktəbə gedəcəksən, bu tip cümlələr çox az işlənir. Həmçinin ismi xəbərə aid də xəbərlik şəkilçisində qəbul eləyib, cümlədə ismi xəbərdə ola bilir. Məktubum Həsənədir. Baxın, Həsənə A, ə şəkilçisinin üzərinə xəbərlik kateqoriyasına mənsub olan şəkilçi gəlib. Nə olub? Cümlədə olub ismi xəbər. Bu qədər. Orada bizə bəzi açıq saytların qapalı sayta keçərkən tələffüz şəkli verə bilər bəzi məqamlarda.
Məsəl üçün, nənəyə, babaya sözü, baxın, yönlü çaldan işlənmiş olan deməli, sözdür. Necə tələffüz olunacaq? Nəniyə. Düzdürmü? Babaya nə olacaq? Babıya. Aha. Bəzi məqamda işlənən sözlər var ki, bəzi bizə beləncəsinə bir tələffüz forması verər, xalıya, körpüyə. Bizim dildə bir neçə sözlər var. Bir var xalaya, xalaya. Bir də var xalıya, xalçaya mənasında xalı. Bir də var körpəyə, körpə uşaq mənasında körpəyə. Bir də var ki, körpüyə. Deməli, körpəyə, körpüyə. Aha. Bu tələffüz formalı bəzi istisnalar asanlıqla, yəni biz deyə bilmərik ki, hansına aid olan bir sözdür. Xalaya sözü də, xalıya sözü də necə tələffüz olunur? Xalıya şəklində. Körpəyə sözüm var. Yaxud da körpəyə nəsə aldım, uşağa nəsə aldım mənasında da körpüyədir. Körpüyə işçilər getdi. O bəlli olan, o daşlardan qurulan bir şeyə işçilər getdi. Yəni onun da tələffüz forması nədir? Körpüyədir. Nənəyə, babaya sözləri ayrıca bir qəbildəndir. Rahatlıqla nəniyə, babaya tələffüz formasına verilən sözün biz nəyə aid olduğunu deyə bilərik, amma rahatlıqla deyə bilmirik nələri? Xalıya, körpüyə sözü. Aydındır? Hə. Yönlü çal dedim ki, yön istiqamət məzmunu bildirir. Amma yön istiqamət bildirməyə də bilər. Yazmışam, evi 5000 manata aldım. Haradaydı o bəxtəvərçilik günlər ki, 5000 manata ev olardı. Hə, burada yön istiqamət məzmunu bildirməyib. Baxmayaraq ki, A, yönlü çal şəkilçisi işlənsə də manata yön bildirmir axı. Sadəcə formal olaraq hansı halda olduğunu soruşsa, təbii ki, yönlü çal qeyd etməliyik. Bu qədər. Gəldik təsirli hala. Təsirli hal kimin, nəyi, haranı suallarından birinə cavab verəcək. Təsirli, müəyyən təsirli hal. Təsirli hal belə gedək də iki yerə bölünür. Müəyyən təsirli hal var, bir də var qeyri-müəyyən təsirli hal. Deməli, həm yiyəli çalda, həm də təsirli halda bu iki kateqoriya özünü göstərdi. Qeyri-müəyyənlik söhbəti. Deməli, ümumiyyətlə yiyəli çal, ümumi danışaq, daha sonra müəyyən, qeyri-müəyyəni xırdalayarıq. Cümlədə tamamlıq vəzifəsində işlənə bilir. Al nəyi? Dəftəri al. Düzdürmü? Əslində bu nədir? Dəftəri aldı. Daha sonra zaman zərfliyi mənasında da işlənir. Cümlədə əksərən tamamlıq vəzifəsində işlənir. %99. Bəzi istisnalar var ki, zaman zərfliyi mənasında da işlənə bilir. Yayı dincəldim. Nə etdim? Dincəldim. Elə ki, nə vaxtı, nə zamanı, hansı zaman kəsiyindən söhbət gedir. Ümumi yayı, ümumi bir zaman anlayışı bildirir. Aydındır mı? Çox istisna hallarda, inanmıram bu belə bir cümlələr düşər bizə, amma yenə də deyək. Yalnız fe'li xəbərlə sintaktik əlaqəyə girir və istisna hallarda isim xəbərə də aid ola bilir. Yalnız fe'li xəbərlə sintaktik əlaqəyə girir. Məsəl üçün, nə edin, gətirin, kimi, qızları. Baxın, qızları sözündəki bu təsirli hala mənsub olan şəkilçidir. Üssü 4. Müəyyən təsirli hala mənsub olan şəkilçidir. Və fe'li xəbərlə əlaqəyə girdi. İstisna hallarda ismi xəbərlə də əlaqəyə girə bilir. Uğurlarımı sənə borcluyam. Burada deməli, uğurlarımı sənə borcluyam. Hə, ismi xəbərlə də əlaqəyə girdi. Xəbərli şəkilçisi ilə qoşma ilə yazmışıq ki, işlənmir, belə və s. Burada bayaq eyni şey yazmışam, uğurlarımı sənə borcluyamı mən bayaq yönlü çalda da işlətdim. Burada təbii ki, sənədən gedir də söhbət. Yönlü çaldan gedir söhbət. Burada da yəni onu qarışdırmayaq. Burada isə nədən gedir? Təsirli haldan gedir. Yəni eyni cümləni işlətmiş olmağıma baxmayın. Xəbərlik şəkilçisi ilə qoşma ilə işlənmir. Dedik ki, iki növü var təsirli halın. Var müəyyən təsirli hal, var qeyri-müəyyən təsirli hal. Müəyyən təsirli hal I, U, Ü şəkilçisini qəbul eləyir və kimi, nəyi, haranı suallarından birinə cavab verir. Qeyri-müəyyən təsirli halda nə sualına cavab verəcək? Heç bir şəkilçi ilə işlənməyəcək. Testlərdə bizə çıxan belə bir olduğu kimi yazmışam, nümunə var, verilir. Yəni bir almasın, heyvasın, narın görmədim. Nə etdim? Görmədim. Nəyi? Almasını, heyvasını, narını. Əslində belədir. Maşallah, gözəl də bunları ayırdıq. Belə. Almasını, heyvasını, narını görmədimdir. İndi bu məqamları mən daha da aydın şəkildə yazacağam.
onu bunu əvəzliyini artırmaqla verilmiş olan sözün adlı halda yoxsa təsirlik halda olmasına biz gəlib nəzər salaq. Deyirəm ki, kitab oxu. Deyə bilirəmmi ki, bunu oxu, onu oxu? Deyə bilirəm. Deyə bilirəmsə, deməli bu nədir? Kitabı oxudu. Kitabı oxu. Deyə bilirəmsə oldu nə? Təsirlik. Kitab məndədir, onu məndədir, bunu məndədir deyə bilirəm. Deyəmirəm ki, deyə bilmirəm. Onda bu nə oldu? Elə kitab məndədir, oldu nə? Adlı hal. Vəssalam, tamam. Burada elə də bir qarışdırılacaq məqamlar yoxdur. Məsəl üçün, bir-iki dənə də ümumiləşdirmə edə bilərəm amma sizlər üçün. Həm bu yəlik alınan, həm təsirlik alınan və s. şeyləri qarışdırmamaqdan ötürü. Məsəl üçün, desək ki, su səsi, bu nədir? Suyun səsidir, düzdürmü? Burada oldu nə? Yəlik al. Kitab aldım. Adlı hala oxşasa da əslində nəyə aldımdı? Kitabı aldımdı. Burada da oldu nə? Təsirlik al. Burada oldu yəlik, burada oldu təsirlik al. Su səsi oldu suyun səsi, kitab aldım, kitabı aldım. Yəni mən zaten bu sondakı nümunələri yazmasaydım da olardı. Ardıcıl şəkildə izahlarıma baxsaq, buralarda inanmıram ki, böyük bir problem yaşamaq. İndi son olaraq da haqqında danışaq yerlik və çıxışlıq hallarından. Yerlik hal hərəkətin yerini, məkanını bildirir. Məkan termini əslində tam da uyuşmur, amma yenə də gözümüzün önündə canlansın. Da, də şəkilçisi ilə işlənir. Da və də. Da üstü 2. Kimdə, nədə və harada suallarından birinə cavab olacaq. Həm feili, həm də ismi xəbərlə əlaqəyə girə bilir. Kimdə, nədə suallarına deməli cavab verərsə, cümlədə tamamlıq, harada sualına cavab verərsə, cümlədə zərflik vəzifəsində çıxış edə bilər. Bəzi yerlik hal şəkilçili sözlər var ki, onlar bəzən zaman məzmunu da bildirə bilir, zaman zərflik məzmunu bildirə bilir. Uşaqlar tənəffüsdə danışırdılar. Nə edirlər? Danışırdılar. Kim? Uşaqlar. Nə zaman? Hansı zaman kəsiyi arasında? Tənəffüsdə. Aydındır. Yaxud da deyir, iclasda bu məsələyə toxunuldu. Harada? Aydındırmı? İclasda harada? Qoşmalarla işlənə bilmir. Yerlik haldan bizə lazımlı bir elə də məqam yoxdur. Gəldik çıxışlıq hala. Çıxışlıq hal hərəkətin çıxış nöqtəsini bildirir. Mənaca yönlük halın əksini bildirir. Yönlük halın, yerlik halın yox. Yönlük halın əksini bildirir. O da deməli həm ismi, həm də feili xəbərlərlə cümlədə əlaqəyə girə bilər. Məsəl üçün, Kərim evdən çıxdı, feili xəbərə aiddir. Bax, evdən sözü, burada da səndən sözü. Kərim evdən çıxdı, feili xəbərlə əlaqələnib, çıxdı ilə. Səndən nigaranam ismi xəbərlə deməli əlaqələnən sözlərdir. Sintaktik təhlil etmirəm, sadəcə mənanı izah edirəm. Kimdən, nədən, haradan suallarına cavab verir çıxışlıq hal və dan, dən şəkilçisi ilə düzəlir. Dan, dən. Bu ikili elə nəzərdə saxlayaq. Kimdən, nədən suallarına cavab verərsə, deməli, cümlədə ismi xəbərlə, onu dedik, burada olacaq tamamlıq vəzifəsində işlənəcək. Əlidən narahatam, əlidən yaxud da nigaranam. Amma haradan sualına cavab verirsə, məsəl üçün, Ağsudan gecə qayıtdım, Bakıdan səhər çıxmışam. Haradan? Burada nə olur? Artıq zərfli olacaq. Aydındır. Çıxışlıq haldan danışarkən bəzi çıxışlıq hal şəkilçisi qəbul etmiş isimlərin, xüsusilə sonu m və n ilə bitən isimlərin tələffüzündə müəyyən qədər fərqli məqamlar var. Məsəl üçün, atamdan olacaq nə? Atamdan. Səndən olacaq nə? Səndən. Belə məqamlara da fikir verdiksə, ismin hallanmasında bizim bir elə də yəqin ki, problemimiz qalmaz. Bu qədər. Hələ ki, görək başqa nədən danışaq. İndi isə haqqında danışaq kateqoriyalardan, mənsubiyyət və xəbərlik kateqoriyasından, həmçinin bəzi iki hecalı isimlərin başına hansı oyunlar açacaq, onlardan